Və aleykum assalam və rahmetullah. Qardaş soruşur ki, cahillikdən bir qız dostu var və ümumən, yəni İslamda kişinin qadınla və yaxud oğlanın qızla dostluq eləməsinin hökmü nədir? Qardaş, ümumən Fatimə radiyallahu anhə buyurur ki, qadınların ən xeyirlisi kişiləri az görəndir və kişilərin ən az gördüyü qadındır. Yəni İslam bütün elə bir ki, bu məsələlərdə qadınlarla əlaqəli fiqh məsələlərdə hər zaman qadını kişidən uzaq tutmağa çalışıb. İstər məsələn məsciddə namazların səfində gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qadınların ən xeyirli səhvləri arxa səhvlərdir, kişilərin görmədiyi yerlərdir. Və başqa bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qadının elə bir ki, ən xeyirli namazı evində qıldığı namazdır. Başqa bir hədisdə gəlir ki, qadının elə bir ki, evində qıldığı namaz, belə deyək də, öz məhəlləsindəki məsciddə qıldığı namazdan üstündür. Məhəlləsindəki məsciddə qıldığı namaz elə bir ki, ümumən o şəhərdə, belə deyək, orada qıldığı namazdan üstündür. Orada qıldığı namaz səfər edib başqa yerdə qıldığı namazdan üstündür. Hətta alimlər gətirir ki, qadının evdə qıldığı namaz Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində qıldığı namazdan əfsəldir. Və bütün bunlar hamısı niyə görədir? Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm qadınları evlərində qalmağa həvəsləndirərək buyurur ki, qadın evi cənnətin içərisində qazansın. Yəni, qadının elə bir ki, cənnəti evinin içidir, belə deyək, oradan girir. Onun qapısı əsas demək olar ki, oradandır. Yəni, o cənnət qapısını başqa yerlərdə axtarmaq lazım deyil. Ancaq ərin rizasında, uşaqların tərbiyəsində və evinin içində. Və bütün bu hədislərin elə bir ki, belə əmr olunmasının hikməti nədir? Qadın imkan dairəsində kişilərin gözünə az batmalıdır. Az qaynamalıdır kişilər olan mühitə. Kişilərin olduğu toplumlardan uzaq durmalıdır. Çünki alimlər gətirir ki, qadın hicabını nə qədər kamil giyirsə giysin və kişinin də imanı nə qədər olursa olsun, istər-istəməz bir qadın kişinin yanından keçdikdə şeytan ona vəsvəsə edir. Yəni, elə bir ki, kişiyə vəsvəsə vermək üçün şeytanın ən mühüm silahlarından biri də qadındır. Hicablı qadın keçəndə də onun üzərindən vəsvəsə verir. Hicabsız qadın keçəndə də onun üzərindən vəsvəsə verir. Görsən ki, kişiyə bəzən hicablı qadına da baxdırır. Bu hicablıdır, bəlkə 4 dənə arvad ala bilərsən, bəlkə nə vaxtsa evlənərsən, hindidən axtar və s. vəsvəsələr. Aydındır, qardaşlar. Ona görə İslamda Allah Teala hər zaman qadını kişidən uzaq tutmaq üçün əmirlər və qadağalar qoymuşdur. Və şəriəti elə bir ki, bu cürünə, bu formada elə bir ki, yönləndirmişdir. Ona görə bütün bunlar hamısından başa düşülən odur ki, qadınla kişiliyin dostu o tutan bir şey deyil, nə də ki, doğru bir şey deyil. Və ümumən alimlər gətirir ki, Allah subhanahu ta'ala qadını kişiyə qarşı, kişini də qadına qarşı, bir-birlərinə qarşı, yəni bu iki cins bir-birlərinə qarşı daha zəif yaradılıb. Yəni bir növ bəzən görürsən ki, qadın kişinin qabağında əriyir, kişi qadının qabağında əriyir. Adi yol hadisələrində neçə dəfələrlə fikir vermişəm. Hansısa qardaş maşın sürür, görürsən ki, qabağındakı qayda pozan qadındırsa, görürsən heç nə eləmir. Və yaxud maşının qabağına çıxan qadındırsa, saxlayır. Deyir, buyurun xanım keçin. Amma kişi keçəndə bir də görürsən kişini söyür. Aydındır, qardaşlar. Yəni şeytan bu insanların zəif damarından hiss edib görsən ki, onları fitnəyə salır. Ona görə bu məsələdə elə bir ki, diqqətli olmaq lazımdır. Qadınla kişinin dostluğu elə bir ki, insanın öz-özünü aldatmaqdan başqa bir şey deyil. Və həmçinin alimlər gətirir ki, qadın elə bir ki,
barıta bənzər, kişi oda bənzər. Yəni sən o barıtı nə qədər də yaşlasan, əgər yan-yana düşsə, o gec-tez alışacaq. Sənin niyyətin nə olursa olsun, bəlli bir müddət, hətta barıt yaş olsa belə odun yanında qalsa, bəlli bir müddət yavaş-yavaş quruyacaq, alışacaq. Ona görə imkan dairəsində odla barıtı bir yerə gətirmək lazım deyil. Aydın qardaş. Ona görə onlar hamısı boş fəlsəfədir. Qərbin, Avropanın elə bir ki, fəlsəfəsidir. Qadın-kişi dostluğu, qadından kişiyə dost olmaz, kişidən qadına dost olmaz. Bax, belə qardaş. Yəni, daha doğrusu, qardaşın vəsf elədiyi kimi dostu olmaz. Yoxsa ki, hər hansı bir bacıdır, sən öz elə bir ki, ananın və yaxud öz bacının və yaxud öz zövcənin, qızının vasitəsilə qızını da və yaxud ananı da, bacını da elə bir ki, götürürsən, gedirsən, məsələn, onların ailəsindən kömək edirsən. Yəni, belə şeylər inşallah ki, yəni, problem deyil. Əgər qardaş dostluq deyəndə bunu qəsd edirsə, inşallah ki, bu dostluq deyil. Bu bir müsəlman qardaşın öz müsəlman bacısına olan elə bir ki, bacısı qarşısında olan borcudur, köməkliyidir, imkan dairəsində kömək eləmək lazımdır. Belə qardaşlar. Selamun aleyküm və rəhmətullah.